Suala baxalım. Bir qrammatik əsasdan ibarət olan əmr cümləsində işlənməz və işlənə bilər. Deməli, əmr cümləsində bilirik ki, idi hissəciyi əmr cümləsinə, yəni əmr şəklinə qoşula bilmir. Ona görə götürürük. Gələcək zaman məzmununda ifadə edən təsdiqlənən fe'l, əmr şəkli zamana görə dəyişənməsi də məzmuna gələcək zaman anlayışını zaten bildirir, işlənər. Ona görə 2-ni çıxırıq. 2 olan cavablarımız çıxırıq. 1 olan cavabımız da B variantında var. Gəlin baxalım. 3-ə baxalım. N şəxs sonluğu, əmr şəklinin özünə məxsus şəxs sonluğu var və əmr şəklinin şəxs sonluğuna baxırıq ki, N şəxs sonluğu yoxdur. Deməli, ona görə 3-ü də çıxdıq. Qaldı 4. Başlanğıc formada olan fe'l. Başlanğıc formada ola bilər. Bəli, əmr şəklinin ikinci şəxsin təki şəxs sonluqsuz işlənə bilər və bu cür fe'llər başlanğıc formada olan fe'llər sayılır. Deməli, sən gəl, sən oxu, sən danış, sən get, sən gözlə, sən bax və s. tipli cümlələri nümunə deyə bilərik. Cavabımız 1, 4, B variantı. 9-cu suala baxaq. Hansı cümlədə məqsəd və intonasiyanın növünü əminliklə deyə bilmirik? Demək, burada hələ də onun hökmü işləyir. Nəqli cümlədir. Deyə bilirik. Onda şərtimizi yazaq, möhür basaq. Xəbərlər birinci şəxsin cəmindədir. Ona görə bunları əmr şəkildə düşünə bilərik, arzu şəklində də düşünə bilərik. Cavabımız B variantı olacaqdır. 10-cu suala baxaq. Hansı cümlədə sual əvəzliyini, sual intonasiyası yaratmağa xidmət edib, etmədiyini əminliklə deyə bilmərik. Mənim gəldiyimi nədən bildin? Sual verir və cavab istəyir. Çayı keçib çadır qursaq necə olar? Yaxşı olar və yaxud da pis olar formasında cavab deyə bilərik. Yenə kimsənin qanını qaraldıb, məsəl üçün dostum, nə bilim, atam, anam və s. kimsə deyə bilərik. Niyə gəldiyinizi bilirsinizmi? Bəli, xeyr və s. bu kimi cavab verə bilərik. Kim istəyir, o da irəli çıxsın. Amma bu tipli tabeli mürəkkəb cümlələrə cavab verə bilmirik.